Güzel insanlar, aziz Allah'ın salamı, xeyri, bereketi sizin üzerinize olsun. Bugün sentyabr ayının 27'sidir. Müqəddəs bir gündür, mübarək bir gündür, cəsarət günüdür, igidlik və qoçaqlıq günüdür, şəhidlərimizi anma günüdür. Həm də mən deyirəm ki, bu anma günü anlama gününə çevrilsin. Yəni bunu anlama gününə çevirək. Nəyi anlayacağıq? Şəhidlər bizə nəyi anladı onu? 4-5 dənə sizə mesaj verəcəm. Birinci budur ki, şəhidlər deyirlər ki, əziz gözəl insanlar, şəhidlər deyirlər ki, Azərbaycan xalqı 200 ildir şəhid verir. Çünki 200 il Rusiyanın işğalı altında olub. Heç vaxt Rusiyanın işğalından barışmayıb. Bir millət şəhid verirsə, bu o deməkdir ki, o işğalla barışmayıb. Azad olmaq istəyib, ədalətli yaşamaq istəyib, gözəl bir cəmiyyətdə yaşamaq istəyib. Birinci verdikləri mesaj budur. Deyirlər ki, tarixinizi unutmayın, faciənizin səbəbini bilin. Bu faciəni sizlər, kimlər sizin başınıza gətirdi, onu bilin deyir. İkinci, şəhidlər deyirlər ki, dostlarınızı və düşmənlərinizi tanıyın. Dostunu və düşmənini tanımayan millət böyüməz, həqiqəti görməz, kölə olar, onun haqlarını yeyərlər və istismar edirlər. Üçüncü, şəhidlər deyirlər ki, əgər bizi və faciələrinizi, bunun səbəblərini unutsanız, unudulacaqsınız. Yəni, o faciə yenidən sizin başınıza gələcək. Yenidən övladlarınızı şəhid verəcəksiniz. Ona görə əsla faciələrinizi, onun səbəblərini, sizin vətən uğrunda canını, qanını tökən, verən o gözəl insanları unutmayın. Dördüncü, şəhidlər deyirlər ki, cəsarəti və cəsur insanları unutmayın. Çünki şəhidlik məktəbi cəsarət məktəbidir, fədakarlıq məktəbidir. Əgər biz bir millət olaraq və dövlət olaraq cəsurlara, cəsur övladlara dəyər versək, cəsur övladların sayı çoxalacaq. Şəhidlər deyir ki, cəsur insanlar və cəsarət olmasa millətiniz azad ola bilməz, müstəqil ola bilməz, işğala qarşı dirənə bilməz. Ona görə də cəsur insanlara dəyər verin. Beşincisi, şəhidlər deyir ki, gözəl insanlar, bizə dəyər verin bu dünyada, ailəmizə sayğı göstərin. Qazilərə haqq etdiyi dəyəri millətiniz və dövlətiniz versin ki, yeni cəsur insanlar ortaya çıxsın. Qarabağı Rus və erməni zülmündən azad edən, zalimlardan azad edən şəhidlərin anım günündə, anlama günündə, bu mübarək günündə, cəsarət günündə deyirəm ki, əziz Allah sizdən razı olsun, gözəl şəhidlər. Allahın xeyri, bərəkəti, salamı sizin üzərinizə olsun. Ey vətənin cəsur övladları, ey vətənin fədakar övladları, ey Azərbaycanın üzərində qurulduğu gözəl insanlar. Allah sizdən razı olsun. Biz də millət olaraq sizin irsinizi, xatirənizi əbədi olaraq saxlamaq bizim borcumuzdur. O millət şərəfli və ağıllı millətdir ki, dəyərlərinə, dostlarına dəyər verir, igid oğlanlarına dəyər verir, yeni cəsur bir nəslin yetişdirilməsində iştirak edir. Əgər şəhidlər olmasa, cəsarət olmasa, fədakarlıq olmasa, faciələrimizin səbəbini bilməsək, biz azad və ədalətli ola bilmərik. Sağ olun.